Salam aleykum, bir daha xoş gördük. Necəsiz, nə var, nə yox, yaxşı olasınız. Hər halda mən də yaxşıyam. Yaxşı gününüz olsun, güzel anınız olsun. Deməli, oturmuşam, belə deyək də, Hyundai Santa Fe'də, dəyərli dostlar. Dostum bir yer var orada hep mən də indi burada oturmuşam Şahmar Salman olaraq belə YouTube'un belə deyək də nətər deyək də sevimlisi necəsiz, nə var, nə yox. Gözəl paylaşımlar olur, gözəl maraqlı paylaşımlar olur. Paylaşımları baxın, bəyənin, dəyərləndirin. Ay mənim dəyərli dostlarım, Allah sizləri var eləsin, Allah sizləri bərxudar eləsin. Keyfiniz, halınız yaxşı olsun. Çalışın ki, dəyərləndirəyin də, dəyərləndirəyin. Görün nə deyirəm, deyir bu günləri dekabrın 25'idir da bugün, bu çəkilişim dekabrın 25'idir. Gün ortanın keçibdir, saat 16:05'e işləyib, 5'in yarısıdır, nədir bax belə 16:30'a yaxındır da bir sözlə. Görün nə deyirəm, bu Afrikalı bir müməccin idi, nədir, uzaq görən idi, yuxu görən idi, nə idi o. Deyirdi dünya su altında qalacaqdı. Vallah qupqurudur, hər yer qupqurudur, heç yağış yağmayıb da. Allah'ın yağışı da yağmayıbdı. Bax, 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 bax. Düzdür, hava soyuqdur, amma yağış yağmayıb. Təsəvvür edin, indi mən nə deyim bu müməccinə? Mən müməccindir, mübəccindir, nədir bilmirəm. Bir sözlə ekspres deyirlər, nə deyirlər, ondandır. Ay Allah sən Afrikalı, qara zəngel, gör nə deyirəm. Demək istəyirəm ki, bu yeri göğü yaradan uca tanrımız, belə deyək də, bu yeri göğü yaradan bilir ki, nə vaxtı, hara su altında qalacaqdı, hara nə olacaq, nə olmayacaqdı. İnsan sadəcə olaraq bu yerdə, bu yer planetində düzür, quraşdırır, düzəldir, nəysə edir. Sen de gelip yuxunu danışırsan. Mən də o kadar cürbəcür, mən də bir dəfə bir yuxu görmüşdüm. O yuxuyu danışmışdım. Heç vallah billah heç ona baxan olmadı. Təzədən proqramla biraz baxış vurdum ki, 1000 baxışı keçsin. Şeydi, nəsə belə yer planetinə, yat planetlər gəlib, nəlim biz də yerin altına giririk. Mənə bildiriş verir, ən sevimli övladımı və ailəmi götürüb aparıram həmən yerə. Orada da, yəni bu dünyada yaşayanlar bu kişinə, nəsə kişi çönüb baxar deyə görəm bu dəli öz-özünə nə danışır belə. Bir sözlə ki, əzizlərim, bu insanlar da biz insanlar özümüzdən cürbəcür neysə quraşdırırıq, danışırıq. Ay kitabda belə yazılıb, nə olub. Kitabda yazılan da insan tərəfindən yazılıbdır. Sadəcə olaraq qədimdə savadsızlıq, məsələn indi belə deyək də 5%, 3% isə də savadsızlıq, onda elə belə deyək də 95-97% savadsızlıq imiş. 1-2% savad, nəsə savad verilirmiş, nəsə elmi zəka verilirmiş, danışıq qabiliyyəti və s. və s. Və o elmi zəka ilə o kitaba yazılıbdır. Vəssalam. Mən belə deyirəm. Kim nə deyir desin, özləri bilə. Sadəcə olaraq insanıq, insanlığımızı qoruyaq, insanlığımıza hörmət eləyək və dünya dağılanda da ki, hamımız, insanlar hamısı belə deyək də məhv olunacaq. O da belə deyək də, ya günəş düşəcək yer planetinə və s. və s. Təşəkkür edirəm hər birinizə, dostum gəldi. Sağ olun, salamat qalın. Allah köməyiniz olsun, minnətdarım.